WhatsApp-da göndərilən mesajlar hamı üçün sil funksiyası ilə silindiyi zaman qarşı tərəf bu mesaj silindi bildirişi alır. Lakin bəzi hallarda bu mesajlar hələ də cihazda saxlanıla bilər və müəyyən üsullarla bərpa edilə bilər. News 24 az mətbuatına isnadən həmin üsulları təqdim edir. Əgər WhatsApp-da yedəkləmə funksiyası aktivdirsə, silinən mesajlar Google Drive və ya cihazın daxili yaddaşında saxlanıla bilər. WhatsApp tətbiqində yenidən quraşdıraraq əvvəlki yedəkləmədən bərpa etmək mümkün olacaq. iCloud vasitəsilə yedəklənmiş mesajlar isə WhatsApp tətbiqini yenidən quraşdıraraq və iCloud hesabına daxil olaraq bərpa edilə bilər. Həmçinin bazarda silinən WhatsApp mesajlarını bərpa etməyə iddia edən bir sıra üçüncü tərəf proqramları mövcuddur. Bu proqramlar cihazın yaddaşını skan edərək silinən məlumatları bərpa etməyə çalışır. Lakin bu üsulların effektivliyi və təhlükəsizliyi şübhə altındadır.